Bu birisi insan yaranır və qurban olduğum hərəyə bir yaş verib və o yaşı yaşayır və bu dünyadan köçür. Bundan yavaş-yavaş adam yaşlaşdıqda barışır. Məsələn, cavanlıqda deyir, necə mən? Məsələn, mən 30 yaşında dedim, necə mən varam, birdən yoxam, bu nətər ola bilər? İnsan əməlləri ilə bu dünyada hörmət qazanmalıdır və deməməlidirlər ki, bunun yanındakılara Allah rəhmət eləsin. Özünə deməlidirlər ki, Allah ona rəhmət eləsin. Çox yaxşı adam idi, savab işlər görürdü. Yəni, insan yaşa dolduğu zaman, əgər imkanı varsa, savab işlər çox görməlidir. Və təbii ki, bu dünyada tutub qalan olmayıb heç kim. Mən həmişə deyirəm ki, mənə xoşbəxt bir ölüm verin.